O faktla bağlı nə deyə bilərsiniz? Çünki Ermənistan da qarşılıqlı olaraq Azərbaycan prezidentinə buna görə təşəkkür edibdir. Biz əsas məsələlərdən biri, hörmətli Fikrət müəllim o məsələlər toxundu, qeyd elədi. Əlavə olaraq söyləyeyim ki, əsas məsələlərdən biri etimad mühitinin formalaşması ilə bağlıdır. Dediyiniz addımlar, yəni Qazaxıstandan taxılın Azərbaycandan keçməklə rüsum alınmadan Ermənistana çatdırılması bu Azərbaycanın xeyirxah addımıdır, bir jestidir. Yəni bu deməkdir ki, biz əbədi qonşularıq. Əbədi qonşularıq və bu mənim etimadımdır. Mən bir əlimi uzatdım. Sən də qarşılığında əlini uzat. Yeri gəlmişdən Fikrət bir qədər öncə də Asiyada böyük bir musiqi festivalı idi. O səs vermə zamanı Azərbaycanlılar bizim heyət səs verdi erməni müğənniyə. Erməni müğənni ilə Azərbaycan müğənniyə də Ermənistan tərəfi 10 bal. Ən yüksək səslər verildi. Yəni bunlar məhz etimad mühiti ilə bağlı məsələlərdir. Və hesab edirəm ki, bunun qarşılığında Ermənistan tərəfində də bu müsbət qarşılanan hadisədir. Yəni bu demək ki, doğrudan da biz sülh istəyirik. Bizim başqa ikinci niyyətimiz yoxdur. Və biz bunu etdik. İndi siz də bunun qarşılığında addımlar atın. Və belə bu etimad mühitini zənginləşdirən addımlar atıldıqca bir gündə məlum olur ki, daha bizim aramızda umudçusu qalmayıb və biz elə doğrudan da sülh imzalaya bilərik. Yəni sülh birdən-birə bir möcüzə olmur. O möcüzənin baş verməsi üçün addımlar atılır. Addım gəlib bu X nöqtəsinə çatırsan və o zaman deyirsən də o sülh imzalanmalı idi. Baxın bundan qabaq nələr eləmişdik. Bax həmin indi sizin verdiyiniz sualdakı məsələni də dilə gətirəcəklər ki, o zaman da bu edildi, ondan qabaq bu birisi edildi, sonra bu birisi addım atıldı. İndi bilirsiniz ki, Naxçıvana Ermənistan hava məkanından keçməklə bizim təyyarələrimiz uçur. Əvvəllər bu mümkün deyildi. Yəni bunlar hamısı etimad mühiti ilə bağlı məsələlərdir. Ümumilikdə sülhə hazırlıq mərhələsi kimi də qiymətləndirilir. Bəli, bax gələn illəri 2026-cı ildə səhv eləmirəmsə mart ayında Ermənistan paytaxtında Avropa Siyasi Birliyinin samiti keçiriləcək. Kopenhagendan sonra indi olacaqdır. 2028-ci ildə Azərbaycan ev sahibi edəcək. Bax gələn illər mart ayında istisna deyildi ki, belə etimad mühitinin formalaşdırdığı, onun zənginləşdiyi bir reallıqda Azərbaycan və Türkiyə prezidentlərinə dəvət gəlsin, Ermənistan baş nazirindən dəvət gəlsin və həmin dəvətin də müsbət qiymətləndirilməsinə ehtimallar çox böyükdür. Çünki baş verən hadisələr indi sizin sualınızda qeyd edilən məsələlər kontekstində və ardınca da Azərbaycanda keçirilən mühüm bir beynəlxalq tədbirə Ermənistan baş naziri gələ bilər və nəticə etibarilə bu səfərlər, bu dinamika, bu əlaqələr, bu etimad mühitinə xidmət edən addımlar bir gün və həmin günündə gələn olacağına böyük ümidlər var ki, Ermənistanda yaydan sonra, yəni məlum referendumdan sonra bax sülh müqaviləsi imzalana bilər. Həm də unikal cəhət odur ki, bu danışıqlar, bu addımlar qarşılıqlı şəkildə atılır və üçüncü dövlətin məsləhəti, iştirakı, tövsiyəsi ilə baş vermir. İlk tərəfli formatda atılan addımlardır. Və inanırıq ki, Azərbaycanın bu xeyirxah addımı fonunda Ermənistan tərəfdən də bizimlə bağlı bir addım olsun. Həm də fikir verirsə, Azərbaycan parlamentinin sədri, hörmətli Sabir xanım Qafarov idi, Ermənistanın parlamentinin sədri Alen Simonyanın görüşü, Cenevdə görüşü və bütün bunlar hamısı nəticə etibarilə bir məqsədə xidmət edir ki, sülh müqaviləsi imzalansın, biz əbədi qonşular olaraq qalaq, o mülküsünü unudaq və təbii ki, biz o qədər də sadəlövh deyirik ki, Ermənistan Azərbaycana qarşı Xocalı soyqırımı, digər hərbi cinayətlərini unudaq. Yox, o həmişə bizim yaddaşımızdadır. Ancaq biz həm də ağ səhifənin başlamaq istəyirik. Hər şey yadımızda, yəni sadəlövh olmadan bizi aldatmaq bir daha mümkün olmasın. Eyni zamanda əlaqələrimizi bərpa edək və elə əlaqələr ki, bu nəticə etibarilə hər iki dövlətin maraqlarına, xalqların marağına xidmət eləsin və həm də Paşinyan açıq şəkildə, açıq mətndən deyir ki, biz daha köhnə Ermənistan reallığına imtina edirik. Biz yeni Ermənistan, real Ermənistan yolunu seçirik və həm də çox maraqlı bir Paşinyanın fikri oldu. Dedim, mənə sual verirlər ki, mən niyə 2019-cu ildə dedim ki, Ermənistan, Qarabağ, Ermənistan və nöqtə. Bunu mən niyə dedim? İndi isə sən deyirsən ki, deməli, Qarabağ, Azərbaycan və nöqtə nə baş verdi? Eyni adam iki müxtəlif yanaşma. Yəqin bu onun təsirində deyil ki, o dövrün vətənpərvərliyi, o köhnə Ermənistana söykənizdir, o ideologiya söykənizdir və ona uyğundur mən danışmışam. İndi isə biz real Ermənistandan danışırıq, qonşulara heç bir
ərazi iddiası olmayan Ermənistandan danışırıq və real Ermənistan fonunda, daha doğrusu bu reallıq fonunda biz Qarabağ Azərbaycandır nöqtə deyirik və bu həm Azərbaycan, həm də Ermənistanın maraqlarına cavab verir kimi ifadələr. Həm də Qarabağdan könüllü şəkildə köçüb gələn ermənilərin daha geriyə Qarabağa qayıtmayacaq, onlar Ermənistanda yaşayacaqlar fikri, bunlar hamısı bilirsiniz yeni yanaşmalardır və bunu həmişə söyləyirəm ki, Paşinyan Ermənistanda yeganə ən ağıllı adamdır və o pragmatik siyasətçidir. O reallıqları düzgün qiymətləndirir və fərqindədir ki, Azərbaycanla sülh nəticə itibarilə Ermənistanın nicatıdır. Hər bir erməni vətəndaşı o cibində istəyəcək ki, onun güzəran yaxşılaşmağa başlayır. Amma fikirlərində müəyyən dəyişikliklər də edir tez-tez. O manipulyasiyalar etməlidir, ona təzyiqlər var, qarşıdan seçkilər gəlir. Ümumiyyətlə seçkiyə qədər, hətta mən deyərdim Paşinyanın mövqeyində bir qədər ayrı-ayrı hallarda sərtləşmə ola bilər. Amma bu seçkinin tələbləridir. Revanşizmə qarşı mübarizə fonunda baş verir. Amma seçkidən sonra o qalib gəlsin, ondan sonra görəcəksiniz ki, tamamilə fərqli bir ampluada Paşinyan, çünki o gözəl bilir ki, sülhün alternatifi yoxdur. Hətta onun seçkidə qalib gəlməsinin səbəbi elə onun sülh istəyidir. Paşinyan bugün desin ki, xalq mənə səs versin, 2026-cı ildə mənim partiyam qalib gəlsin, mən baş nazir olum, deməli Azərbaycanın azad etdiyi, bizim vaxtilə işğal etdiyimiz ərazilərimizi geri alacağıq, yenidən özümüz gedəcəyik. Belə ifadə işlərsə o seçkilərdə məğlub olar. Erməni xalqı onu qəbul etməz. Çünki erməni xalqı müharibə istəmir, çünki qarşısında son dərəcə güclü Azərbaycanı görür. Reallıqlar budur. Aydındır.